Yəni o pul olmasa mən ac qarına sevgi olmur ki. Əlbəttə. Yəni ona görə istəyir övladıva qarşı, istəyir yoldaşıva qarşı önəmli deyil də. Sözü övladı götürürsən 2 gün çıxartsan gəzdirmə, bir 200-300 manat xərcləyirsən də. Sən onu rahat xərcləmək üçün, onu xərcləyəndə ürəyin döyünməsin ki, bu axırıncı pulumdur, yaxşı pul qazanmalısın. Ona görə mən ancaq öz ambisiyalarım var, öz məqsədlərim var, onun üçün yaşayıram. Onun yanında da onu əldə etmək üçün dəstək verici müəyyən insanlar, müəyyən şeylər varsa, orada vaxt ayırıram, amma ona görə vaxt ayırıram ki, o birisini qidalandırır. Şəxsi münasibətdən də söhbət gedirsə, yəni sən long term partnyor nəyə görə lazımdır? Ona görə ki, sən enerji, vaxtı hər dəfə yeni partnyoru əldə etməyə sərf eləməyəsən. Yəni bir dəfə investisiya elədin, bilirsən ki, bu burdadır və daha stabil, daha sakit həyatın olur. Ki, tamam, mən artıq bu problemi, bu ehtiyacımı ödəmişəm, indi gedim işləyim. Yəni məndə belədir. İndi hər kəs də fərqlidir. Yəni kimsə övladımsa, mənim valideynlərim övladı üçün yaşayıb ömür boyu. Mən elə bir adam deyiləm. Mənim övladıma olan borcum ona həyatda qalmağı, sağ qalmağı, inkişaf eləməyi öyrətməkdir. Ondan başqa bir borcum yoxdur.